Bismillah. 25-31 may həftəsi üçün bürclərin ən düz proqnozu. Qoç, bu həftə qərar vermək və yeni işlərə başlamaq üçün münasibdir. İş və pul məsələlərində aktivlik artacaq. Tələsik qərarlardan uzaq durmaq faydalı olar. Məsləhət, enerjinizi əsas məqsədlərə yönəldin. Buğa, maddi məsələlər ön plana çıxır. Gözlənilməz gəlir və ya faydalı təklif almaq ehtimalı yüksəkdir. Ailə daxilində xoş söhbətlər olacaq. Məsləhət, fürsətləri vaxtında qiymətləndirin. Əkizlər, diqqət mərkəzində olacağınız həftədir. Yeni tanışlıqlar və maraqlı xəbərlər mümkündür. Yarımçıq işləri tamamlamaq uğur gətirəcək. Məsləhət, fikirlərinizi açıq ifadə edin. Xərçəng, daxili rahatlıq və plan qurmaq üçün yaxşı dövrdür. Maliyyə xərclərində ehtiyatlı olmaq lazımdır. İstirahətə də vaxt ayırın. Məsləhət, emosiyalarınızı idarə edin. Şir, dostlar və kollektiv işlərdən fayda görə bilərsiniz. Uzun müddətdir gözlədiyiniz xəbər gələ bilər. Liderlik qabiliyyətiniz diqqət çəkəcək. Məsləhət, komanda işinə üstünlük verin. Qız, karyera və mali məsuliyyətlər ön plana çıxır. Əmək və zəhmətinizin qarşılığını almaq ehtimalı yüksəkdir. Rəhbərliklə münasibətlər müsbət olacaq. Məsləhət, planlı hərəkət edin. Tərəzi, yeni biliklər, səfərlər və maraqlı görüşlər üçün əlverişli həftədir. Pozitiv düşüncə uğur gətirəcək. Münasibətlərdə harmoniya artır. Məsləhət, dəyişikliklərdən çəkinməyin. Əqrəb, maliyyə və şəxsi münasibətlərdə vacib qərarlar gündəmdə ola bilər. İntuisiyanız güclənəcək. Sir və gizli məsələlər aydınlaşa bilər. Məsləhət, duyğularla deyil, məntiqlə qərar verin. Ox atan, tərəfdaşlıq və münasibətlər sahəsində hərəkətli həftədir. Yeni əməkdaşlıqlar və tanışlıqlar faydalı olacaq. Səbirli olmaq vacibdir. Məsləhət, qarşı tərəfi dinləməyi unutmayın. Oğlaq, iş və gündəlik məsuliyyətlər çoxala bilər. Sağlamlıq və həyat tərzi ilə bağlı müsbət dəyişiklik etmək üçün yaxşı zamandır. Məsləhət, özünüzü çox yormayın. Dolça, yaradıcılıq, sevgi və şəxsi layihələrdə uğurlu enerjilər görünür. Özünüzü ifadə etmək daha asan olacaq. Məsləhət, ideyalarınızı həyata keçirin. Balıq, ev və ailə və şəxsi rahatlıq mövzuları ön plandadır. Köhnə problemlərin həlli mümkündür. Yaxınlardan dəstək ala bilərsiniz. Məsləhət, vacib qərarlarda tələsməyin. Həftənin ən şanslı bürcləri Buğa, pul və iş imkanları baxımından uğurludur. İkinci, qız, karyera və nüfuz artımı. Üçüncü, şir, sosial çevrə və yeni imkanlar. Dördüncü, dolça, yaradıcılıq və şəxsi uğurlar. Beşinci, əkizlər, xəbərlər və yeni başlanğıclar. Həftənin daha gərgin bürcləri Əqrəb, emosional və maliyyə qərarlarında ehtiyat lazımdır. Oğlaq, iş yükü və yorğunluq arta bilər. Xərçəng, daxili narahatlıqlar və əlavə xərclər mümkündür. Həftənin ümumi enerjisi 25-31 may həftəsi ünsiyyət, yeni imkanlar və maliyyə mövzularının aktivləşdiyi dövrdür. Sakit və planlı hərəkət edənlər daha çox uğur əldə edə bilərlər.